Salam uşaqlar, deməli bugünkü dərsimizdə sizlə kvadrat kök, n-ci dərəcədən kök, həqiqi üslü qüvvət və onun xassələri ilə tanış olacağıq. Birinci növbədə gəlin görək uşaqlar, n-ci dərəcədən kök nə deməkdir? Bax, tutaq ki, bizə A və B ədədləri verilibdir. A və B ədədləri verilibdir. Burada hansı şərt ödənilir? Tutaq ki, A üstündə n bərabərdir B-yə. Burada onda A ədədinə B-nin n-ci dərəcədən kökü deyilir və belə yazılır. N-ci dərəcədən B bərabərdir A-ya. Bunun mahiyyəti nədən ibarətdir? Tutaq ki, bax, 3 üstündə 5 bərabərdir. 3-ü 5 dəfə öz-özünə vuranda eləyir neçə? 243. Sualı burada indi tərsinə qoyaq. Tutaq ki, belə bir sual verilir bizə. Hansı ədədi 5 dəfə özünə vursam 243 alınır. Və burada 3'ü tapmaq 243-dən 5-ci dərəcədən kök almaq deməkdir. Və onu riyazi dildə belə yazırıq. 5-ci dərəcədən 243 bərabərdir nəyə? 3'ə. Aydındırmı? Eyni qaydada bax burada da A üstün bərabərdir B-dirsə, burada n-ci dərəcədən B-də nəyə bərabər olacaq? A-ya bərabər olacaq. İndi burada məsələn 3 üstündə 4 81'ə bərabərdir. Eyni qaydada mənfi 3'ün üstündə də 4 81'ə bərabərdir. Mənfi 3 və 3 ədədlərinə 81'in kvadrat kökləri deyilir 4-cü dərəcədən. Amma burada bu müsbətə, yəni müsbət 3'ə 81'in 4-cü dərəcədən hesabi kvadrat kökü deyilir. Yəni hesabi kvadrat kök dedikdə artıq alacağımız qiymət həmişə müsbət ədədlər olmalıdır. Aydındırmı? Məsələn, mənfi 4'ün də kvadratı 16'dır. 4'ün də kvadratı 16'dır. Aydındırmı? Burada müsbət 4 ədədinə 16'nın kvadrat kökü deyilir. Aydındırmı? Kvadrat kök anlayışı o deməkdir. Bu n-ci dərəcədən A. Bax, burada n-imiz 2'ye bərabər olanda, yəni buna kvadrat kök deyirik. Eyni qaydada 3 olanda A-ya A-nın 3-cü dərəcədən kub kökü də buna deyirik. Burada da 2 olanda ona kvadrat kök deyilir. Aydındırmı? İndi n-ci dərəcədən kökün xassələri haqqında biraz məlumat verək. Deməli, gəlin görək onlar nə deməkdir. Tutaq ki, bizə n-ci dərəcədən A və B ədədlərinin hasilini veribdir. Burada ümumi halda qəbul eləyək ki, A və B ədədləri müsbət ədədlərdir. Yəni, bunu bayaqları dedik. Tutaq ki, mənfi ədədin cüt dərəcədən qüvvəti də və müsbət ədədin də cüt dərəcədən qüvvəti həmişə müsbət ədəd elədiyinə görə, ona görə buradakı ədədimiz, yəni n, n-ci dərəcədən A, n cüt olanda bu həmişə müsbət ədəd olmalıdır. Aydındırmı? Yəni buradakı n-ci dərəcədən A-mız mənfi olanda və n burada cüt ədəddirsə, onda o kökün mənası olmur. N-ci dərəcədən A, B bərabərdir. Yəni eyni bir n-ci dərəcədən A və B ədədlərinin hasilini biz vurğuların n-ci dərəcədən hasili şəklində yaza bilərik. Nümunə göstərək buna. Məsələn, 3-cü dərəcədən 27 vur. Tutaq ki, 64 veribsə, biz bunu 3-cü dərəcədən 27 vur 3-cü dərəcədən 64 kimi yaza bilərik. Buradan 3 alınır. Buradan da 4 alınır. 3 vur 4 neçə edir? 12. Bax, burada A üstündə n bərabərdir B bərabərliyindən biz nə almışdıq? Almışdıq ki, n-ci dərəcədən B bərabərdir A-ya. Buradan onda belə bir qayda almış oluruq. A üstündə n-ci dərəcədən A üstündə n nəyə bərabər olacaq? Yəni A-nı n dəfə öz-özünə vururamsa, elə bunun cavabı nəyə bərabər olacaq? A-ya. N-imizə burada şərt qoyaq ki, n-imiz tək olsun. Burada niyə görə tək yazdıq? Əgər cüt ədəd olarsa, A üstündə n, yəni n cüt olanda bu modul A
kimi yazacağıq? N cüt olanda. Bunu yadımızda saxlayaq. Məsələn, bax, uşaqlar. Bizə veribsə, tutaq ki, 4-cü dərəcədən A üstündə 4. Bax, burada 4-ləri ixtisar eləyib biz modul A almış oluruq. Və burada nəyə diqqət eləyirik, uşaqlar? Bunu indi kvadrat köşkdə də izah eləyəcək. Ədədin modulu ədədin özünə bərabər olurdu. Bir də ədədin əksinə bərabər olurdu. Özünə nə vaxt bərabər olurdu? A-mız müsbət və 0 olanda ədədin əksinə bərabər olurdu. Nə vaxtı? A-mız 0-dan kiçik olanda. Bunun üzərində biraz dayanaq. Deməli, məsələn, tutaq ki, bizə verib 4-cü dərəcədən kök altında x sıx 1 üstündə 4 və şərt qoyub bizə. Tutaq ki, x-imiz 2-dən böyük bərabərdir. Belə bir şərtimiz var. Deməli, biz burada nə edirik bu misalı həll eləmək üçün? Bu 4 ilə bu 4-ü ixtisar eləsək modulda x minus 1 almış olarıq. İndi gəlin görək bu x minus 1-imiz müsbət ədəddir, yoxsa mənfi ədəddir. Ona uyğun hərəkət eləyəcək. Yəni, ya özünə bərabər olacaq, ya da əksinə. Bir də onu da yadımıza salaq ki, bax, uşaqlar, deməli, a minus b ədədi ilə b minus a bir-birinin əksi olan ədədlərdir. Məsələn, yəni 6 çıx 5 və 5 çıx 6. Buranın cavabı 1, buranın cavabı mənfi 1 el. Yəni, bu ədədlər bir-birinin əksi olan ədədlərdir. Bunu çox zaman uşaqlara deyirik, o daha yaxşı yadda qalsın. Deyirik, x-dan 1-in yerini dəyiş və yaxud da ki, dəyişmə. Deməli, x-imiz 2-dən böyük bərabərdirsə, burada 2-dən böyük istənilən bir ədəd yazanda modul nə olur? Müsbət olur. Elə deyil. Ona görə də elə bu x çıxılsın 1 kimi. Özü çıxır buradan kənara. Məsələn, tutaq ki, bizə verib kök altında. Yəni, bura 2 yazılmır. Aydındır mı? Bura heç nə yazılmayıbsa biz kökü 2-ci dərəcədən. Yəni, kvadrat kök kimi qəbul edirik. Məsələn, x minus 4 kvadrat üzərinə gəlinsin kök altında. X üstə gəlinsin 5-in kənar nəyi? Kvadratı. Belə bir ifadə veribdir. Və x-larımız harada dəyişir? 0 kiçikdir x, o da kiçikdir 1 aralığında. Yəni 0 ilə 1-in arasında dəyişir. Deməli, aydın məsələdir. Burada bu görünməyən 2 ilə bu 2 ixtisar gedir. X minus nə qalır? 4. Üstə gəlsin. Modulda x plus nə? 5. Belə yazdıq. Bunu yazandan sonra artıq nəyə diqqət edirik? X-larımızın qiymətinə. 0 ilə 1-in arasında olduğuna görə bura mənfi alınır. Mənfi alınırsa, deməli bu x çıxılsın 4-ün əksi çıxacaq. Yəni x çıx 4-ün mənfisini yazıram bura. Burada isə müsbət aldığına görə olduğu kimi yazıram. Yəni x plus 5. Özüm burada mötərizədə yazdım ki, bunu daha yaxşı başa düşəsiniz. İndi bax, burada bu mənfi mötərizənin içərisinə təsir eləyir və işarələr əksinə dəyişir. Yəni bu mənfi 4-ü müsbət 4 yerlərini dəyişir. Bu x-i də mənfi eləyir. Ona görə deyirik ki, modulun içərisi mənfi olanda, əgər burada toplananların əks işarəlidirsə, onların yeri neynəmirik? Neynirik daha doğrusu? Dəyişirik. Aydındır. Və yaxud da ki, ümumilikdə ifadənin qarşısına mənfi qoyuruq. 4 çıx x. Burada isə müsbət alındığına görə olduğu kimi neynədir? Yazıldı. Buradan x-lar gedir. 4 ilə 5 toplanır, eləyir neçə? 9. Aydın oldu mu? Və deməli, buna aid çoxlu misallar var. İndi nümunələr göstərəcək. Sadəcə olaraq burada nəyi biz yadımızda saxladıq? N-ci dərəcədən A üstəyən N tək olanda N-ləri ixtisar elə belə A-nın özü yazırıq. Yəni, mənfi də ola bilər, müsbət də. Yəni, bax, tutaq ki, 5-ci dərəcədən mənfi 5 üstündə 5 veribsə, bunun cavabı elə neçə eləyəcək uşaqlar? Mənfi 5 eləyəcək. Və yaxud da ki, 7-ci dərəcədən mənfi 2-nin üstündə 7 veribsə, elə bunun cavabı mənfi 2 alınacaq. Amma cüt ədəd veribsə, məsələn 8-ci dərəcədən mənfi 2-nin üstündə 8 veribsə, bunları ixtisar eləyib modulda mənfi 2. Yəni bunun əksini yazılır. Və cavab deyilir neçə? 2-yə bərabər olur. Aydın oldu mu? İndi n-ci dərəcədən kökün xassələrini yazırdıq. Birincisi n-ci dərəcədən A vur B yazmışamsa, bu nəyə bərabər oldu? N-ci dərəcədən A vurulsun n-ci dərəcədən B-yə.
Bunu yadımızda saxlayırıq. Aydındırmı? İkinci qaydamız, tutaq ki, bu n-ci dərəcədən a, bu da b-dirsə, biz bunu necə yazacaq? A, nisbətin, yəni n-ci dərəcədən kökü yazacağım. N-ci dərəcədən a böl n-ci dərəcədən b. Eyni qaydada a və b müsbət ədədlərdir burada təbii ki. Yəni ümumi halda verdiyimə görə burada b sıfırdan fərqli bir ədəddir. Həm a, b hər ikisi, yəni cüt və təklərə aid eləməyim üçün bunların a-nı da b-ni də müsbət qəbul edirəm. Və b-ni sıfırdan fərqli götürürük burada. Aydındırmı? Burada a ilə b sıfır da ola bilər, amma burada b-miz sıfırdan fərqli ədəd olmalıdır. Aydındırmı? Sonra üçüncü qaydamıza baxaq burada. Tutaq ki, bizə bax, elə burada verilibdir. Bax, burada göstərin bu qaydamız. Bax, burada. Bax, buranı görürük. Deməli, bax, bu hissə. Gördük. Burada n-lər ixtisar getdi. Cütdürsə müsbət, təkdirsə elə özünə bərabərdir. Sonra n-ci dərəcə, elə burada bunları izah verim. N-ci dərəcədən a, bu n-ci dərəcədən b. Biz bunu bir dənə kökdə yaza bilərik. Ayrı-ayrı köklərdə verilibsə, məsələn, qoy bunu aid nümunə göstərim. Tutaq ki, 4-cü dərəcədən 3 vurulsun, 4-cü dərəcədən 5 veribsə, biz bunları dərəcələr eynidirsə, bir dənə kökdə hasil formasında yaza bilərik. 15 eləyəcək. Aydındırmı? Eyni qaydada n-ci dərəcədən a vurulsun, n-ci dərəcədən b burada yazılıb. Deməli, n vur m, a üstündə m, b üstündə n. Bunlara gələrik. Bura nisbətdir. Bunu da bayaq göstərdik. Eyni qaydada deməli, n-ci dərəcədən b böl n-ci dərəcədən a veribsə, burada a-mız sıfırdan fərqli olsun. Biz bunu bir dənə kökdə belə b bölünsün a şəklində yaza bilərik. Yəni işimizə necə gəlirsə, burada qaydaları pozmadan həm birləşdirə bilirik, həm də nə edə bilirik? Ayıra bilərik. Amma indi bu uşaqların ən çox səhv elədiyi yerləri göstərim. Məsələn, tutaq ki, veribsə burada 11, kök 11 üzərinə gəlsin kök 5. Bunların heç birindən kök alınmayanda bir də görürsən bunları rahat şəkildə birləşdirib 11 üstə gəlsin 5 kök 16. Ondan da 4 alınır. Bu yanlışdır. Aydındır, bunu eləmək olmaz. Sonra növbəti bir dənə qaydamıza baxaq buradan. Bax, buna baxaq. N-ci dərəcədən a üstündə m, nk, a üstündə mk. Bax, bu formada yazıb. Bunun mahiyyətini açım sizin, deməli uşaqlar. Bax, n-ci dərəcədən a üstündə m veribsə və bu m n-ci dərəcədən hər hansı bir m vur k şəklində göstərilirsə, bax, bu n-lə bu n-i ixtisar eləyə bilərik. Və nəticədə kökün radikalı gedəcək və a üzərində nə qalacaq? K-mız qalacaq. Buna bir dənə də nümunə göstərim. Tutaq ki, 15-ci dərəcədən veribdir 7 üstündə, tutaq ki, 42. Bax, burada 15 ilə 42 hər ikisi neçəyə? 3-ə ixtisar gedir də. Bunu 3-ə ixtisar eləyib buranı 5, bunu 3-ə ixtisar eləyib. Deməli, 42-ni də 3-ə bölüb 14 şəklində yaza bilərik. Aydındırmı? Bu belə. Və yaxud da ki, 20-ci dərəcədən tutaq ki, a üzərində 15 veribsə, a-mıza da şərt qoyaq ki, sıfırdan böyük bərabərdir. Bu zaman 15 ilə 20-nin hər ikisini 5-ə ixtisar apara bilərəm. 5'e böləndə burada neçə qalır? 4. 5'e böləndə burada nə qalır? A üstündə 3. Yəni bu formada yazmaq düzgündür. Aydındırmı? Növbəti sualımıza gələk burada. Deməli, əsas hissələri göstərirəmsə, bu düsturda yadımızda saxlayırıq. Deməli, n-ci dərəcədən və bir dənə də kökdə a şəklində veribsə, burada bir neçədən də kök yazmaq olar. Biz bunu n vur m a şəklində yaza bilərik. Bax, bundan çox istifadə olunur. Bunu yadımızda saxlayaq. Məsələn, tutaq ki, 4-cü dərəcədən, 3-cü dərəcədən x üstündə neçə versin? 10. Biz bunu, bax, bu dərəcələri bir-birinə vurub 12-ci dərəcədən x üstündə
10 formasında yaza bilərik. Bunları da 2'ye ixtisar eləsəm, burada 6-cı dərəcədən x üstündə 5 almış olacaq. Aydındırmı? Bu belə. Sonra burada müxtəlif düsturlar var. Sonra gəlir vuruğun kök işarəsi altından çıxarılması. Aha. Bunlarda nələrə diqqət eləyəcəyik uşaqlar? Deməli, gəlin onlara baxaq. Birinci, elə burada ən sadə bundan başlamışıq. N-ci dərəcədən A üstündə N. Burada biz N-ləri ixtisar eləyib A yaza bilərik. N burada tək ədəd olanda. Bu istənilən vaxt hər zaman doğrudur. Aydındırmı? Yəni burada fikirləşməyə ehtiyac yoxdur. Məsələn, 5-ci dərəcədən mənfi 5 üstündə tutaq ki, 5 veribsə, bu 5 ilə bu 5-i ixtisar eləyib mənfi 5 yaza bilərik. Ondan sonra 7-ci dərəcədən tutaq ki, x üstü 7 veribsə, x-in mənfi və ya müsbət olmağına baxmırıq. Elə burada 7-lər ixtisar gedir, cavab x-də qalır. Amma deməli, əgər n-imiz cüt ədəddirsə, bayaq göstərdik bunu. Bunu biz modulda A kimi götürəcəyik. Aydındırmı? Məsələn, 14-cü dərəcədən x üstündə 14 veribsə, biz bunu artıq modulsuz yaza bilmərik. Aydındır? Və sonra şərtlərə baxırsan, müsbətdirsə, modulun tərifini artıq bilirik də. Bilirik ki, sıfırdan böyük bərabər olanda özünə bərabərdir. Nə vaxt? Əksinə bərabərdir. X-imiz mənfi olanda. X kiçikdir 0. Bunlara aid çoxlu nümunələr göstərəcəm. Sonra bu vuruğun kök altına salınması, çıxarılması ilə bağlı bir neçə nümunələr göstərim. Tutaq ki, bax, 3 veribdir, bir də 5-ci dərəcədən 2. Bu vurma deməkdir uşaqlar. Bax, bunları da qarışdırmırsınız. Xüsusilə o riyaziyyatı nisbətən zəif olan uşaqlar bunlarda çətinlik çəkir. 3 vursun 5-ci dərəcədən 2 yazmışıqsa, bu 3'ü kök altına necə salırım? Burada dərəcə neçədir? 5-dirsə, bunu 3-cü dərəcədən, daha doğrusu 5-ci dərəcədən, bax burada dərəcə 5-dir, 5-ci dərəcədən 3 üstündə 5 kimi yaza bilərəm. O da vurulsun nəyə? 2'yə. Bunun da cavabı olur 5-ci dərəcədən. 3'ü 5 dəfə özünə vuranda 243 eləyir, o da vurulsun 2. Cavab olur 5-ci dərəcədən, deməli 486. Aydındırmı? Başqa bir misala baxaq. 2 vurulsun, tutaq ki, 4-cü dərəcədən 5 veribdir. Aydındırmı? Bax, bu 2 kökün altından xilas olub. İndi bunu təkrar içəri salmaq istəyirəmsə, bunu belə yazacağım. 4-cü dərəcədən 2 üstündə 4, o da vurulsun 5'ə. Ayrı-ayrı köklər formasında da yaza bilərdim, birbaşa yazdım. Bu deyilir 4-cü dərəcədən 2 üstü 4'ü hesablayıram. 16 eləyir, 16 vurulsun 5. Kök altında neçə alınır? 80. Aydın oldu bu da. Bu da bir qaydamız olsun. Yəni istənilən dərəcədən xüsusi hal kimi kök altına baxaq. 3 kök altında 5 veribsə, biz bunu kök altında, burada görünməyən 2'miz var. Burada görünməyən bir 2'miz var. Bunun üçün qüvvətli şəklində yazıb, onu da 5'ə vura bilərik. Burada 9 vur 5, bu da neçə alınır? 45. Aydın oldu mu? Sonra burada müəyyən bir hallar var, onu da göstərir. Məsələn, mənfi 4 kök 5 veribsə, bax burada bu 4'ü kökün altınasında bu mənfini saxlayırıq kökün kənarında, 4'ü kvadrata yüksəldib 5'ə vururuq. Aydındır. O deyilir kök altında mənfi qalır kənarda 16 vur 5, kök altında mənfi 80. Aydın oldu mu bu? Bu vuruğun kök altından salınması kimi vuruğun kök altından çıxarılması qaydası da var. İndi ona aid burada misallar var. Ona aid misallar göstərərəm sizə. Deməli, bunlar hesablananlardır. Aha, bunlara biraz baxarıq. 19 tipli misallara. Birinci vuruğun kök altından sadə misallarla başlayaq. Tutaq ki, 2-ci dərəcədən bizə veribdi 50. Bax, biz bu 50'ni necə yaza bilərik? Elə eləməliyik ki, ondan hər hansı bir dərəcədən, yəni burada 2-ci dərəcə veribsə, 2-ci dərəcədən kök ala bilər. Biz 50'ni 25 vurulsun 2 kimi yaza bilərik. Bu 25'dən artıq kök alınırdı. Yəni bu kök 25 vur kök 2 deməkdir. 25'dən 5 çıxır. Bu 2 də qalır kökün altında. Aydındırmı? Sonra tutaq ki, bizə kök altında 48 veribdi. Və bu 48'i biz
necə yaza bilərik kök alınan ədəd kimi? 16 vur 3 kimi. İndi bunu da bəzən olur ki, adam fikirləşə bilməz ki, bu necə oldu? 16 vur 3 oldu. İndi onun da qaydasını göstərəcəm. 16-dan 4 kök alınır, 3 də qalır kökün altında. Aydındırmı? Sonra tutaq ki, bizə 125 veribdi. Kök altında 125. Bax, burada biz 125'i 25 vur 5 kimi tutaq ki, yaza bildik. Elə deyil, amma onu fikirləşə bilmirsə, 125'i kənarda bir yerdə vurğularına ayır. 25. Bax, bu 25'i 5'e vuranda artıq görürsən, bu 25'dən kök alınır da. Deməli, 25 vur 5 kimi yazmalıyam. Bu 25'dən 5 alınır, bu kök 5 də qalır kökün altında. Aydın oldu mu? Və yaxud da ki, başqa bir misal göstərim. Tutaq ki, bizə veribdi. Neçə olsun? 243. Bax, bu aydın məsələdir. 243. 3'ün nə idi? Üstündə 5 deməkdir də. Bax, biz bunu burada 2'miz vardı. Elə deyil. Bu üstü qüvvəti elə parçalayırıq ki, oradakı ədəd bu 2'yə neynəsin? Bölünsün. Biz bunu 3 üstü 4 vur 3 kimi yaza bilərik. Bax, bu 3 üstü 4. 3'ün kvadratı şəklində kökdən çıxır. Yəni, burada 9 qalır. Üstü 4 neçə ilə 81, oradan 9 alınır. Bu da qalır kökün altında. 9 kök 3 formasında. Aydın oldu mu bu da? İndi burada misallar var burada. Gəlin bu misalların bəzilərini göstərim sizə. Deməli, bu 17-ci suala baxaq. Məsələn, A üstündə 10 verib bizə. Elə deyilmi? Bax, buradan nə alınacaq kök? Buradan A üstündə 5 alınır. Amma bunu biz modulda yazmalıyıq. Aydındırmı? Çünki burada dərəcəmiz nədir? Cütdür. Bunu yazandan sonra şərtə baxıram. Şərtdə deyir ki, A müsbətdir. Müsbətdirsə, bu modulun içərisi də müsbət elədiyinə görə modulu atıb A üstündə 5 yazıram. Sonra, tutaq ki, bizə verib nə? Bu misalda baxaq. 7 A üstündə 4. A'mız bu 7 A'nın kvadratı alınır. Bax, burada 2'miz var. Bu 4 ilə bu 2 xısar gedir. A üstü 2 qalır. Bunu modulda yazıram, amma A'mız 0'dan böyük olduğuna görə elə belə də neynir? 7 A kvadrat formasında düşür. Aydın oldu mu? İndi mənfi alınan halların da bəzilərinə baxaq. Bax, burada misal üçün B'miz 0'dan kiçik idi. B üstündə neçə veribdi? 16. Biz bunu necə yaza bilərik uşaqlar? Biz bunu burada 2 olduğuna görə 16'nı 2'ye bölürük. Modulda B üstündə 8 yazırıq. İndi burada B 0'dan kiçik veribdi. Bayaq dedik ki, modulda B, B'nin özünə bərabər olur. Bir də onun mənfisinə, müsbət və 0 olanda, 0'dan kiçik olanda. Aydındırmı? Bax, indi burada B'nin yerinə mən mənfi də qoysam, müsbət də qoysam, həmişə müsbəti alınacaq deyə. Bunu B üstü 8 kimi yazacağım. Amma bax, indi burada fərqli olacaq. Bax, tutaq ki, B üstündə 14 veribdi. Fikir veririk buna uşaqlar. Bax, B üstü 14'də tutaq ki, B'miz burada mənfi şərti verilibdi. Mən burada bunun modulda B üstü 7 şəklində yazdım. Burada bu 2 ilə yazmamışıq da bura 2'ni. Görünmür burada. Yəni, bu kvadrat kök onunda bura 2 yazılmır. Amma elə bil hansı ədədi özünə vuranda B üstü 14'dən, o da B üstü 7'dir. Bunu yazdım, amma modulda yazmışam. Fikir verirsiniz. Aha. İndi burada nəyə diqqət eləyirik? Mən burada B'nin yerinə bir ədəd qoysam, mənfi ədəd qoysam mənfi alınacaqdır. Elə deyilmi? Ona görə bunu mənfi B üstündə 7 götürürəm. Bax, burada ən çox uşaqların çaşdığı nöqtələr bax bulardır. Bunları biraz tam başa düşə bilmirlər ki, bax bu niyə görə belə oldu. Demişik ki, məsələn, modulda mənfi 5, cavab müsbət 5 alınır. Modulda 5'in özü də 5'e bərabərdir və bu mənfini burada görəndə B üstü 7. Uşaqda artıq çaşqınlıq yaranır ki, aha, modulda mənfi ədəd çıxdı. Amma burada modulun tərifinə diqqət eləsək, hər şey aydın olar. Deməli, ədədin modulu özünə bərabər olur, dediyimiz kimi. A 0'dan böyük bərabər olanda əksinə bərabər olur. Yəni, əksin çıxardırıq. A 0'dan kiçik olanda. Burada 0 da qoya bilərik əslində altına, amma burada verdiyimizə görə buna ehtiyac qalmır. Məsələn, bax,
Modulda -5. Modulun içərisi mənfidir də. Deməli -5-in nəyini çıxartmalıyam? Əksini çıxartmalıyam. Elə deyil. Ədədin nəyisini yazında qarşıya bir dənə mənfi atırsan da. Bunun da cavabı müsbət 5 elədi. Elə deyilmi? Ha, burada da modulda tutaq ki B üstü 7-dirsə, B mənfidirsə buradan axı mənfi alınacaq. Mən bu mənfini itirmək üçün bunun qarşısına bir dənə də mənfi yazsam artıq iş həll oldu. Yəni bu mənfi B üstü 7 olmalıdır. Nümunə üçün tutaq ki bax burada B'miz neçəymiş fərz eləyək ki mənfi 2 imiş. Mən burada bu mənfini qoymasam bura, onun cavabı onda mənfi alınacaq. Aydındır. Məsələn B'miz mənfi 2-dirsə bu tutaq ki bu mənfi burada yoxdur. Bu mənfini itirsən buradan. Mənfi 2 üstü 7 cavab mənfi alındı və kök altında necə ədəd çıxdı? Mənfi. Bu isə mümkün olan bir şey deyil də bilirik. İstənilən bir ədədin cüt dərəcədən qüvvəti nə olmalıdır? Müsbət olmalı. Ona görə burada bir dənə də mənfi qoyuram ki, cavabım doğru olsun. Sonra burada bir dənə də bu suala baxaq. Ondan bu hissə ilə yekunlaşaq. Birazdan irrasionallıqdan azad olunma. Ondan sonra 49 B üstündə 10. Bizə veribdi B'miz sıfırdan nədir? İkisi. Burada aydın məsələdir. Bunu mən kök 36 böl 49 B üstündə 10 formasında neyləyə bilərəm? Yaza bilərəm. 36-dan neçə alınır? 6. 49-dan 7 çıxır. Və bunu modulda B üstü 5 yazdım. Aydındırmı? Bax, indi B-nin yerinə mənfi ədəd qoysam mənfi alınacaq da içəri. Modulun içərisi mənfi ədəddir. Elə deyil. Onda bunun nəyin çıxmalıdır? B üstü 5-in əksi çıxmalıdır. Yəni bu mənfi B üstü 5 olur. Mənfini də 7-nin qarşısına verirsən mənfi 7 B üstündə 5 cavabını almış olaram. Aydın oldu bu da. Aha. Sonra orada bayaqları yadımızdan çıxdı demək. Məsələn, bizə verib tutaq ki, n-ci dərəcədən A və tutaq ki, m-ci dərəcədən B ədədləri verib, bunları müqayisə eləmək tələb olunur bizdən. Nümunə üçün göstərək. Tutaq ki, bax, 3-cü dərəcədən veribdir 2, bir də verib 2-ci dərəcədən, bura, yəni kök altında 3. Bax, bunların birinin dərəcəsi 3-dür, bunun dərəcəsi isə 2-dir. Deyir ki, bunları müqayisə elə. Bunları müqayisə eləmək üçün bunların dərəcələrini eyniləşdirmək lazımdır. Burada 3-dür, burada 2-dirsə, deməli, bura 3-dür, burada da bir görünməyən bir dənə 2-miz var. Bunların ortaq dərəcəyə gətirsəm neçə olar? 6-cı dərəcədən. Deməli, bunu neynirəm? 2-yə vururam. 2 üçün neçə eləyir? 6. Bu da olur 2-nin üstündə. 2-yə vurduğuma görə 2-nin üstündə 4. Düz istərəm, 2-nin üstündə 2. Aydındır. O deyilir 6-cı dərəcədən 4. İndi buna baxaq. Bu necə o? Bu 2 olduğuna görə bu 3-ə vurulacaq. 2 vur 3 və bu 3 bu 3-ün üstünə gələcək. Qüvvətinə. O da bərabərdir. 6-cı dərəcədən 3 vur 3 vur 3 27. Aydın məsələdir. Dərəcələr eynidirsə bunlar müqayisə olunandır. Və bu ədədimizdən nə olacaq? Böyük, yəni ona ekvivalent olan, yəni bərabər olan bu ifadə də bu ifadədən böyük olacaq. Aydındırmı? Bayaq orada bir dənə də düsturumuz yadımızdan çıxdı, onu da deyim sizə. Deməli, tutaq ki bizə n-ci dərəcədən A, qoy bunu biraz ayırım. Keçək bu tərəfdən, səliqəli buradan yazımda. Məsələn, getmək istəmirəm. Aha. Tutaq ki, nə verib bizə? N-ci dərəcədən A veribdir. Bax, burada M yazmışamsa, bu M-i bura gətirmək olar. Yəni, A-nın qüvvətinə gətirə bilərik. Üstünə gətirin, bax, bu şəkildə. Buna da aid bir dənə nümunə göstərim. Tutaq ki, 7-ci dərəcədən 2 üstündə bizə neçə veribdir? 14. Bax, bunu belə yaza bilərəm. 7-ci dərəcədən bu 2-dirsə 2-nin üstündə 14 formasında. Aydındır. İndi burada 14 ilə 7-ni də ixtisar eləyərəm. 7-yə gedir də ixtisar. Burada 1, burada 2 qalar. 2-nin kök gedər. 2-nin kvadratı o da 4 eləyər. Aydın oldu. Bu da belə.
Yəni bunu düstur formasında belə veririk. Əgər elə bir k ədədi varsa ki, n vur k, burada da varsa ki, n vur k. Və burada bu k ədədlərini ixtisar eləyə bilərik və n-ci dərəcədən a üstündə m. Amma riyazi qaydaları pozmamaq şərti ilə, aydındır. Yəni orada nələrə diqqət eləməliyik? Buradakı ədədlər cütdürsə, burada ki a-mız mənfidirsə, onlara diqqət eləmək lazımdır. Yəni n-ci dərəcədən a-da n-imiz cüt ədəddirsə, bax bu hissənin heç vaxt mənfi qoymaq olmaz. Məsələn, 4-cü dərəcədən x çıxılsın 5-dirsə, bax bu kök 6 var ha, bax bura. Bura həmişə sıfırdan böyük bərabər olmalı. Ümumiyyətlə bura cütdürsə, kök 6 ifadə həmişə müsbət ədədlər olmalıdır. Deməli, vuruğu kök altına saldıq. Vuruğu kök altından çıxartdıq. Bunlar haqqında məlumatımız oldu. Bu belə. Vuruğu kök işarəsi altından çıxarın. Kök 20'dir. Bax buna baxın. Kök 20'ni necə yazaram? 4 vur 5 kimi. Bu 4'dən neçə çıxar? 2, 5 də qalar kökün altında. Aydındır mı? Bu belə. Sonra bax burada belə bir misal var. 3 kök 3 və 4 kök 2 ədədlərini müqayisə elə. Bu videonu xüsusilə 9-cu siniflər üçün çəkirəm, amma indi yuxarı siniflərdə yararlana bilər. 3 kök 3 və 4 kök 2'dir tutaq ki, bax burada bizdə. Bunları necə müqayisə eləyəcək? Bunu 3'ü salaram kök altına. 3'ün kvadratı vur 3 kimi. Bunu da salaram kök altına. 4'ün kvadratı vur 2 kimi. Bura neçə eləyəcək uşaqlar? 9 vur 3 27. Burada 16 vur 2. Neçə eləyir? 32. Və bu 27 bundan kiçik olası, deməli bu da bundan kiçik olacaq. Aydın oldu mu? Bu belə. Sonra burada ədədləri artan sırada düz filandır. Bunlar yəni rahat şeylərdir. Aha, verilmiş bərabərsizliklərdən hansılar doğrudur? Gəldik, çıxdıq bu tip bəzi misallara baxaq. Məsələn, 5 kiçikdir kök 29. O da kiçikdir 6'dan. Burada bir iki şey qeyd eləyək. Deməli, biz bilirik ki, indi həqiqi ədədlər mövzusunu indi izah eləməmişik, amma bilməlisiniz, rasional ədədlərimiz var. Rasional ədədlər, var irrasional ədədlər. Onlar hamısı bir yerdə adlanır nə? Həqiqi ədədlər. Elə deyilmi? Kök alınan ədədlərimiz adlanır rasional ədədlər. Yəni kökdən ədəd çıxırsa, tam çıxırsa, biz ona rasional ədəd deyəcəyik. Rasional ədədlərin tam tərifi belədir ki, n bölünsün n formasında göstərilən ədədlər. Aydındırmı? Yəni burada m'imiz nədir? M'imiz tam ədədlər çoxluğuna daxildir. N isə nəyə daxildir? Natural ədədlər çoxluğuna. Məsələn, 0 tam dövrdə 6. Rasionaldırmı? Bəli, rasionaldır. Çünki bunu n bölünsün n formasına gətirmək olur. Amma kök alınmayan ədədləri, məsələn, kök 29'u mən n böl n formasında yaza bilmirəm. Bu irrasional ədəddir. Amma misal üçün kök altında 0 tam dövrdə 4'dürsə, məsələn, bunu biz 9'da 4 kimi yazıb, bundan da 3'də 2 alıb, bunu da n böl n formasına gəldi. Bu da həqiqi ədəddir. Üzr istəyirəm, rasional ədəddir. Aydındır mı? Məsələn, 7 tam 5'də 1. Rasional ədəddir. Bunu biz 5'də 36 kimi yaza bilirik. 4 rasional ədəddir. Biz bunu 4'də 16, 1'də 4 və s. kimi yaza bilirik. Aydındır? Aha. Bunları niyə görə izah elədim? İndi kökdən istifadə edib hesabi kvadrat kökdən ən çox danışacağıq uşaqlar. Deməli, hesabi kvadrat kök haqqında biraz məlumat verim. N-ci dərəcədən kök ümumi anlayışlardır. Aydındır mı? Amma burada dərəcəmiz 2 olanda kök altında a-ya a-nın hesabi kvadrat kökü deyəcək. Yəni burada 2 dənə kök alınır. Bilirsiniz, məsələn, kök 25'dirsə, bunun 2 dənə kvadrat kökü var. Biri müsbət 5'dir, biri də mənfi 5'dir. Bu müsbət olana hesabi kvadrat kök deyiləcək. Aydındır mı? Hesabi kvadrat kök. Aha.
Deməli, kök altında A ədədindən kök altında A ədədi. Məsələn, kök altında 36. Bunun cavabı 6-dır. Yəni da mənfi 6-nı götürməyəcək. Yəni hesabi kvadrat kök burada nəzərə alınacaq, tutulacaq. Aydındırmı? Aha. Burada deməli xassələrini də verək. Kök A vurulsun kök B. A və B müsbət ədədlərdirsə A vur B kimi yaza bilirik. Ondan sonra nisbəti də eyni qaydada. Kök A bölünsün kök B-ni biz bir dənə kökdə A bölünsün B formasında yaza bilərik. Aydındırmı? Sonra kök altında A-nın kvadratı bərabərdir modul A-ya. Bax, bunun üzərində gəlin biraz dayanaq. Məsələn, kök altında mənfi 6-nın kvadratı vermişəmsə, birinci ədədlərlə tam göstərim. Bu, modulda mənfi 6 və bu da 6-ya bərabərdir. Aydındırmı? Bu belə. Sonra modulda 4-ün kvadratı, bu heç elə 4-ə bərabərdir. Bunları bilməliyik. İndi burada dəyişən olanda necə olacaq? Qoy onun üzərində biraz dayanaq. Məsələn, kök altında A çıxılsın 4. Bunun kvadratı. Aydındırmı? A-mız tutaq ki 0 kiçikdir. A kiçikdir 1 şərtini ödəyir. Bu zaman aydın məsələdir ki, bu kökü aparsam həmişə modul da yazın. Birincisi. A-4 modul kimi yazdım. Sonra nəyə diqqət edirəm? Bu A 0 ilə 1-in arasında olduğuna görə məsələn 0.5. Bura mənfi alınırsa avtomatik burada bunun qarşısına bir dənə mənfi gəlir. Və bunlar yerini neynir? Dəyişir. İndi uşaqlara görə daha rahat başa düşsün deyə şagirdlər biraz da tənbəlliyə biz öyrəşdirik əslində onları. Deyir elə burada mənfi alınsa bunların yerləri neylə? Dəyiş. Aydındır. Amma hardan gəlməyini də bilməlisiniz də burada. Qarşıya bir dənə deyə. Onlar yerləri neynədir? Dəyişdi. Bu belə. İndi ədədin çox istifadə olunan müəyyən bir məsələlər var burada. Görüm onları sizə çatdıra bilsəm yaxşı olacaq. Məsələn 5 verilmiş bərabərsizliklərdən hansı doğrudur? 5 kiçikdir kök 29. O da kiçikdir 6. Bu 5 kök 25 deməkdir. Bu da kök 36 deməkdir. Aha.